Allah'ın salamı olsun. Güzel insanlar, Allah'ı seven insanlar güzeldirler. Allah her şeyi güzel yaradıbsa da insan bir şeyi fəsadla xarab edə bilər, gözəlləşdirə bilməz, amma Allahın gücü ilə nail ola bilər gözəlliyə. Mələklərin dostluğu barədə ayələrdən, məsəl üçün Füssilə surəsi 41-ci surənin 31 və 32-ci ayələrində məsəl üçün buyurulur ki, mələklər biz dünyada da, axirətdə də sizin dostlarınızdır. Orada cənnətlər sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey var deyəcəklər. Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada cənnətdə sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. Sən dedin, aha. Sonra məsələn 34-cü surənin 50-ci ayəsi. Peyğəmbərimiz kimlərlə evlənə bilər? Allahımız əmr edib. Məsələn, çox adam lağ edir ki, niyə bu boyda adamla evlənib? Allah Teala özü əmr edib. 34-cü surənin 50-ci ayəsi. Nə buyurulur? Nə yadında qalıb? Yadında qalanlarda məsələn var, amma indi bu dəqiqə nə yadında qalıb? Yadında qalıb, xalan qızlarına, bibin qızlarına, əmin qızlarına, dayın qızlarına. Bunlar yadında qalıb. Orada sayır Allah Teala ki, bunları almalısınızlar. Sonra Mədiniyə hicrət zamanı idi. Sonra, deyəsin, sonra məsəlcədə oxumuşum. Sonra 22-ci surənin 52-ci ayəsində Peyğəmbərlərə də vəsvəsə gəlirdi. 22-ci surənin 52-ci ayəsi. Ya Peyğəmbər, sənə və səndən öncə olan Peyğəmbərlərdən elə birisi yoxdur ki, siz yaxşı bir şey arzuladığınız zaman, hətta arzuladıqları zaman, yaxşı bir şey arzuladığınız zaman şeytan vəsvəsə yolu ilə sizin o arzunuza yaxşılığı, yəni xələl qatmasın. Yəni, hamıya arzuladıqda verir. İnsanlarda var, məsələn, bir söz deyəndə görsən vəsvəsə gəlir ürəklərinə, ona görə də birinci dəfədə razılaşmırlar, yox deyirlər. Sonra vəsilə nədir? 9-cu surənin 99-cu ayəsi. Vəsilə nədir? Onu inşallah özləri oxuyarlar. Vəsilə, sən bildiyin nədir? Vəsilə odur ki, məsəl üçün, biz öz əməlimizin görə oluyor, öz elədiklərimizə görə də cavab deyək, yəni ki, əməl dəftərimiz veriləcək deyiləndə də görürük, yəni əməllərimiz, yaxşı əməlimiz deməli bizə vəsilədir. Sonra bu qədər hələlik.